Paytaxtda qışın şaxtalı buzlu hava şəraiti hökm sürür. Belə hava sabahda mövcud olacaqmı? Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.